Neftçinin Araz üzərində olan inamlı qələbəsi təsadüf idi, yoxsa komandanın dirçəlişinin ilk siqnalı? Bunun cavabını biz Qəbələ ilə maçda bariz şəkildə alacağıq. Çünki hər iki komanda kifayət qədər yaxşı formadadır, lakin hər iki komanda tam kontrastlı futbol oynayır. Əgər Neftçi səbirli build-up və central penetration, yəni mərkəzdən girməklə epizod yaratmağa meyl edirsə, Qəbələ kütləvi şəkildə, belə sistematik şəkildə müdafiə olunaraq cinah əks hücumları ilə rəqibi cəzalandırmağa meyillidir. Biz Vernidubun Neftçinin necə dəyişməsini Qarabağla maç öncəsi analiz videomuzda geniş şəkildə izah edəcəyik. İndilik isə Vernidubun komandaya qatdığı iki dəyəri bildirək. Onlardan biri odur ki, dayaq müdafiəçiləri balanslı oynayır, yəni onlardan biri hücuma gedəndə digər onu sığortalayır, həm də ki müdafiədə skaner rolunu oynayır. Eyni situasiyada cinah müdafiəçilərinə aiddir. Sako və ya Sekin biri qabağa gedib cinah yükləməsi edəndə, o biri arxada qalır ki, balanslı oyunu təmin etsin. Qəbələ isə cinahlardan inanılmaz dərəcədə effektivdir. Əbəs yerə deyil ki, komandanın cinah vingerləri son qolların ən böyük pay sahibləridir. Amma Qəbələnin mərkəzi çox problemlidir. Məsələn, baxın bu epizodda gördüyümüz kimi İşliyə qarşı pressing qarşısında komanda sınır və nəticədə çox asan qol buraxır qapısından. Yəni hər iki komandanın zəif tərəfi rəqibinin güclü elementidir. Qısa sözlə, Neftçi Qəbələni mərkəzdən boğmağa, Qəbələ isə Neftçinin cinahları yuxarı qalxdıqda cinahdan əks hücumla rəqibini cəzalandırmağa çalışacaq. Siz necə düşünürsünüz? Bu maçda hansı komandanın dirçəlişi davam edəcək?